Mercedes EQS 580 SUV. Adı olduqca böyükdür, amma eyni zamanda avtomobildə kifayət qədər böyük bir avtomobildir. Tam elektrikli ailə avtomobili mən deyərdim buna və əlbəttə ki, Mercedes olduğuna görə və axırda S hərfini gördüyümüzə görə premium segmentə aid bir avtomobildir. Demək olar ki, uzun müddətdir mən bu avtomobili idarə edirəm, gündəlik istifadə edirəm, bütün işlərimi görürəm. Şəhər daxili, şəhərdən kənar regionlara da getmişəm, çəkilişlər aparmışam. Gördüyünüz kimi bugün biz gözəl Xızı rayonundaydıq, Qızıl qazmaya getdik, gözəl çəkilişlər apardıq və bu kadrları siz bu videoda görəcəksiniz. Və deyə bilərəm ki, avtomobil həqiqətən çox rahat bir avtomobildir. Askı sistemi çox yumuşaqdır, bəlkə də ən yumuşaq askı sistemlərindən biridir və əgər misal üçün digər böyük bir Mercedes ilə biz bunu müqayisə etsək, GLS ilə müqayisə etsək, məncə qat-qat daha rahat və yumuşaq bir avtomobildir. Məndə olan 580 modeli 544 at gücünə malikdir və 0-dan 100-ə sürətlənməsi hardasa 4,5 saniyə çəkir. Olduqca yaxşı bir göstəricidir. Amma bu avtomobil istəmir ki, siz onu aktiv şəkildə sürəsiniz, tez sürəsiniz, qovasınız. Avtomobil o qədər rahatdır ki, səssizliyi, yəni mən indi şəhər mərkəzindəyəm, tıxacdayam, kimsə öz avtomobilində musiqiyə qulaq asır, kimsə söhbət eləyir, kənar səslər çoxdur, amma avtomobilin içi çox sakitdir. Və rahatlıq üçün olan funksiyalar, avtomobilin ergonomikası sizə deyir ki, yavaş sür, heç bir yerə tələsmə, rahat sür, yoldan həzz al, istəyirsən masaj qor, çox gözəl masaj funksiyaları var. Hətta isti daş deyilən masaj funksiyası da var. Oturacağın həm arxa hissəsi, həm alt hissəsi də masaj funksiyasına malikdir. Dediyim kimi, avtomobilin sürüşü çox rahat, çox yumuşaqdır. Sanki buludların üzərindən gedirsiniz. Səs sistemi bilirsiniz ki, mənim kanalımı izləyirsinizsə, mən melamanam və mənim üçün avtomobildə səs sistemi bəlkə ən vacib göstəricilərdən biridir və bu avtomobildə Burmester səs sistemidir və sadəcə möhtəşəmdir. Əvvəllər, hardasa 10 il bundan əvvəl, 10-15 ildir ki, Mercedes Burmester səs sistemindən istifadə edir və əvvəlki modellərdə bir o qədər xoşuma gəlməmişdi və öncəki mənim videolarımda mən bunu bildirmişdim. Amma bu yeni nəsil avtomobillərdə yeni Burmester səs sistemi sadəcə möhtəşəmdir və məncə bugün bazarda ən yaxşı səs sistemlərindən biridir. Səs sistemindən başqa ambient işıqlandırma, mən bunu dəfələrlə demişəm. Mercedesdə ambient işıqlandırma bazarda olan bütün digər markalardan məncə qat-qat daha üstün və gözəldir. Gecə siz bu avtomobili idarə edəndə və ümumiyyətlə yeni nəsil Mercedesləri idarə edəndə ambient işıqlandırma çox gözəl bir ab-hava yaradır və bütün bunları birləşdirəndə bu avtomobili idman tipli avtomobili kimi sürmək istəmirsən. Bu avtomobildə heç bir yerə tələsmirsən, yoldan həzz alırsan, tıxacda belə insanı yormur. Uzun yol gedə bilərsən, insanı yormur və uzun yol demişkən elektrikli avtomobildir və elektrikli avtomobillərdə bir çox insan ondan nigarandır ki, məsafə, yolda qoyacağım. Bu avtomobilin
zavoddan deyilən məsafəsi 615 kilometrdir deyəsən. Və adətən biz öyrəşmişik ki, avtomobillər bu deyilmiş göstəricilərdən daha az məsafə qət edir, amma mən bu avtomobildə 650 kilometrə yaxın məsafə qət edə bilmişəm və qəti şəkildə heç bir qənaət söhbəti deyil. Havalar da artıq bir o qədər isti deyil. Yay aylarında əlbəttə ki, daha da yaxşı göstərici əldə etmək mümkün olacaq. Musiqiyə mən daim qulaq asıram. Masaj o qədər bəyənirəm ki, masaj məndə daim işlək vəziyyətdədir. Telefon şarj olunur, sürüş normal sürüşdür. Yəni sürət limiti nədirsə və mən şəhər kənarında yaşadığıma görə məndə daim qarışıq göstərici verir. Yəni həm şəhər, həm şəhərdən kənar trasda olan göstəricilərlə 650 kilometrə yaxın məsafə qət etmək məncə çox gözəldir. Texnoloji baxımından əlbəttə ki, bugün Çin avtomobillərinin təklif etdiyi texnologiyaları Avropa, Amerika, hətta Yaponiya və Koreya bazarları hələ ki təklif etmir. Çin bazarı texnologiyalarda qat-qat daha önə gedib. Amma məndə Çin avtomobili də var və bir neçə Çin avtomobillərindən də mən istifadə etmişəm. Və onların təklif etdiyi o texnologiyaların bir çoxunu və mən özümdən danışıram, mən şəxsən istifadə etməmişəm. Mənim üçün əsas odur ki, avtomobildə Apple CarPlay olsun və Apple CarPlay qoşulandan sonra onsuz da mənim avtomobillə və onun infotainment sistemi ilə bütün işim yalnız CarPlay üzərindən gedir. Əlbəttə ki, Çin avtomobillərində siz əlavə tətbiqlər yükləyə bilirsiniz. Bu əslində çox rahatdır. Siz YouTube yükləyə bilirsiniz. Bu avtomobildə YouTube yükləmək mümkün olmur. Əlbəttə ki, sürücünün əsas ekranında YouTube-un olmağının mən tərəfdarı deyiləm. Ən azından avtomobil hərəkətdə olanda işlək vəziyyətdə olmasın. Əgər avtomobil parklanmış vəziyyətdədirsə, siz kimisə gözləyirsinizsə, istirahət edirsinizsə, onda işləyə bilər. Amma bu avtomobildə həm də ki, yan sərnişin monitoru var və orada mən düşünürəm ki, YouTube ya da başqa hansısa bir əyləndirici tətbiq yükləmək imkanı olmalıydı ki, məncə bu monitorun funksiyası da ondan ibarətdir ki, sərnişin yol gedə-gedə nəsə edə bilsin. Qızıl qazmada və əlbəttə ki, o gözəl təbiətdə, o dağlıq yollarda, serpantinlərdə, ümumiyyətlə mən dağlıq yolları, serpantinləri çox sevirəm. Bir avtomobili idarə etmək üçün məncə ən gözəl yollar odur və yenə də şərt deyil ki, idman tipli avtomobili olsun. Əlbəttə ki, mən öz Porsche 911-imi o yollara götürəndə mənim sürüş tərzim tamamilə başqadır. Çünki o Porsche-dir və özü deyir ki, sür. Və onu sürəndə mən ətrafda nə var, nə yox, ətrafdakı gözəlliklər və başqa heç bir şeyi mən görmək istəmirəm. Mənim başqa heç bir şey maraqlı deyil. 911 var, mən onu idarə edirəm və başqa bizə heç nə lazım deyil. Bu avtomobildə isə mən tamam başqa bir təcrübə yaşadım, tamam başqa hisslər yaşadım. Mən həm
avtomobildən həzz aldın, yenə də döngələrə necə yumşaq və rahat girməyindən, baskı sistemindən, özünü ümumiyyətlə necə aparmağından, amma eyni zamanda ətrafda olan gözəlliyə də mən baxa bilirəm, həzz ala bilirəm və bu tamam başqa bir istirahat növü deyə bilərəm. Çünki insanın bədəni dincəlir, beyni dincəlir, istirahat edə bilirsiniz və məncə bu olduqca ağır iş həftələrindən sonra, həftə sonuna yaxın və həftə sonunda belə bir səyahətə çıxmaq avtomobil və təbiət sevərlər üçün məncə çox ideal bir istirahat növüdür. Əlbəttə ki, hər avtomobildə olduğu kimi bu avtomobilin də mənfi cəhətləri var və mən o haqqda danışmaq istəyirəm. Və açığı bu avtomobilin mənfi cəhətləri elədir ki, Mercedes olduğuna görə insanı biraz daha çox məyus edir. Onu da deyim niyə? Kanalımı və Instagram səhifəmi izləyirsinizsə, bilirsiniz ki, mənim bir klassik Mercedesim var. 1983 istehsalı 126 gövdəsində olan Diplomat S-Class. Və o dövrün avtomobillərini 126 olsun, 124 olsun və digər o dövrün avtomobillerini bilən insanlar bilirlər ki, o dövrün Mercedesləri keyfiyyətin bir göstəricisi idi. Dünyada bütün markalar keyfiyyət cəhətdən Mercedesə baxıb öyrənirdi. Nəinki keyfiyyət, texnologiyalar, Mercedes bir çox bugün təhlükəsizlik və digər texnologiyaları hansılar ki biz istifadə edirik. Birinci, biz onları Mercedesdə görürük. Və bugün bu avtomobilin mənfi cəhətləri təəssüf ki, onun bəzi məqamlarda keyfiyyətindədir və istifadə olunan materiallardadır. Bu avtomobil olduqca bahalı bir avtomobildir. Bugünkü qiyməti 125.000 avrodur və bu qiymətə bəzi yerlərdə və gözə çarpan, əllə toxunduğunuz yerlərdə plastik materiallardan istifadə olunması məncə uyğun gəlmir. Əlbəttə ki, bu da hardasa bir biznesdir, çünki əlavə pul ödəyərək siz o plastik hissələri dəri ilə üzləyə bilərsiniz. Amma 125.000 avro verdiyiniz halda məncə hansısa kiçik hissələri də dəri ilə üzləmək üçün əlavə pul vermək biraz insanı məyus edir. Digər məsələ, bəzi panellər Mercedes markasına yaraşmayan səslər edir. Onu biz yol pis olanda hiss edə bilirik. Onu biz bəzi panellərə toxunanda, hansısa düymələri basanda biz eşidə bilirik. Və məncə o səslər bu avtomobilə heç yaraşmır. Yekun olaraq onu deyə bilərəm ki, bu avtomobili mən həqiqətən çox bəyəndim. Və bəli, bazarda bugün bunun yarı qiymətinə, hətta 1/3 qiymətinə daha çox opsiyalar, daha çox dəri işləmələri, daha böyük seçim təqdim edən Çin istehsalı olan avtomobilləri var. Və əslində seçimlər hər zaman olub. Çin avtomobilləri bazara girdikdən öncə Yapon istehsalı avtomobilləri olub, Koreya, Amerika, Avropanın digər istehsalçıları olub və yenə də daha münasib qiymətlərə təkliflər həmişə mövcud idi. Necə ki, bugün də var. Amma bu avtomobilin, bu markanın alıcısı bu markanı sevdiyinə görə seçir. Sırf bu markanı istədiyinə görə seçir.
öz statusunu hiss etmək üçün və bəzən də hiss etdirmək üçün seçir. Və bu normaldır. Məncə bu doğru yanaşma deyil ki, bu avtomobilin yarı qiymətinə ya da 1/3 qiymətinə gedib Çin istehsalı olan avtomobil alaram. Daha ucuzdur, daha çox opsiyalar təklif edir, daha çox texnologiya təklif edir. Bəli, təklif edir. Amma inanın ki, əgər sizin imkanınız olsa, siz də bu markanı seçərsiniz. Çünki nə qədər də Çin istehsalı olan avtomobilləri daha zəngin opsiyalar təqdim etsə, nə qədər daha çox dəri, alkantara və s. istifadə etsələr də, bu avtomobilin sükanın arxasında oturanda, bu emblemi siz görəndə, ya da ki, bu avtomobilin arxa oturacağında siz oturub yol gedəndə, siz hiss edirsiniz ki, bu Mercedesdir, bu Alman avtomobilidir və tamam başqa hisslər hiss etdirir. Ona görə məncə müqayisələr həmişə yaxşıdır. Seçimin olmağı çox yaxşıdır. Amma özümüzü aldatmayaq. Hələ ki, heç bir digər markalar Mercedes, BMW, Audi kimi markalara yaxın dura bilmirlər. Porsche əlbəttə ki, tamam başqa bir yerdədir. Mənim üçün onun yeri tamam başqadır, onu yəqin ki bilirsiniz. Amma gündəlik istifadə üçün, böyük bir ailə üçün, rahatlıq hiss edən və onu sevən alıcı üçün möhtəşəm bir avtomobildir. İndi isə mən artıq danışmayım. İstəyirəm bu gözəl mənzərəni izləyəsiniz. Bu gözəl mənzərədə bu avtomobilin ona necə yaraşdığını görəsiniz və videonun sonunda birlikdə Xızı dağlarına qalxaq.